Hoş gördük əziz qızlarım, əziz analar, nənələr. Demək ki, dövrümüzün problemlərindən uşaq xəstəlikləri sayəsində ən çox rast gəlinən onurğa xəstəlikləri sayəsində, yəni vertebroloji xəstəliklər sayəsində ən çox rast gəlinən problemlərdən, xəstəliklərdən biri də onurğanın patoloji əyrilikləridir. Onurğanın ən çox rast gəlinən patoloji əyrilikləri skalyoz, kifoz və lordozdur. Demək, skalyoz onurğanın yana əyilməsidir. Onurğanın yana əyilməsi S-varı və C-varı şəkildə ola bilər. Demək ki, valideynlər belə bir şikayətlərlə müraciət edirlər. Doktor, uşağın bir çiyini yuxarı, bir çiyini aşağıdır. Arxadan baxanda demək, onurğa düz görünmür. Ondan sonra demək, kürəkdə qabırğa çıxıntısı olur. Ondan sonra tez yorulur, kürək nahiyəsində ağrılar olur və s. Və demək, səbəbləri isə müxtəlifdir. 80% hallarda idiopatik və genetikdir. Yəni səbəbi məlum olmayan və yaxud da genetikdir 80% hallarda. 20% hallarda isə demək aşağıdakı səbəblərlə əlaqədar ola bilər. Birincisi, oturuş qaydalarının düzgün olmaması, qeyri-düzgün oturma, sonra müxtəlif səbəblərlə əlaqədar onurğada olan zədələnmələr, əzələ zəifliyi, sonra bacaq uzunluqlarının fərqli olması, bunlar hamısı onurğanın yana əyilməsinə, daha doğrusu əyilmələrinə, skalyoza səbəb ola bilər. Skalyozdan başqa digər bir deməli əyrilik isə kifozdur. Kifoz isə onurğanın önə kürək hissəsinin əsasən, digər hissələrdə də ola bilər, kürək hissəsinin əsasən önə əyilməsidir. Yəni qozbel şəkildə. Yəni bu qozbel əyriliyi də demək kifoza qozbel əyriliyi də deyilir. Demək ki, qozbel görünüş diqqəti çəkir. Belə halda bu əyriliyi olanda tez yorulma və kürək ağrısı olur. Uşaqlarda, eləcə də böyüklərdə boyun önə doğru əyilmiş olur və s. Bu səbəblərdən demək, ən geniş yayılmışı indiki dövrdə kompüterdən və telefondan çoxlu miqdarda oturuş vəziyyəti düzgün olmadan istifadə etməkdir. Yəni önə maksimum dərəcədə əyilərək istifadə etməkdir. Bundan başqa vitamin D defisiti, sümük əzələ zəifliyi, osteoporoz, demək ki, bütün bunlar da demək kifoza gətirib çıxaran səbəblərdir. Lordoz isə onurğanın əsasən bel hissəsinin həddindən artıq içəriyə doğru batmasıdır, əyilməsidir. Deməli, quyruq çıxmış kimi duruş olur xəstədə, uşaqda, böyükdə. Elə onurğanın bel hissəsi önə doğru çökük olur. Demək, bunun da səbəbləri müxtəlifdir. Uşaqlarda birinci növbədə sümük əzələ sisteminin zəifliyi, yəni burada da genetika da rol oynayır, qəbizlik, but ayaq əyriliyi və s. Deməli, istər lordozda, istər kifozda, istər də skalyozda, yəni onurğanın bütün əyriliklərində diaqnozu dəqiqləşdirib, ona uyğun müalicə planı hazırlamaq lazımdır. Demək ki, mütləq burada rentgen müayinəsi lazımdır. Çox yüngül formalarda rentgen müalicəsinə ehtiyac olmur. Amma hiss olunan dərəcədə, yəni dediyim patologiyalar, əyriliklər müşahidə olunarsa, mütləq rentgen müayinəsi lazımdır. Rentgen müayinəsi ilə diaqnozu təsdiqlədikdən və hansı bucaq altında əyriliklər olduğunu dəqiqləşdirdikdən sonra biz müalicə planımızı təşkil edirik. Mütləq burada vertebroloqla, travmatoloq, ortopedlə məsləhətləşmək vacibdir, məsləhətdir. Demək ki, burada konservativ müalicə ilə yanaşı fizioterapiya müalicəsi, müalicəvi idman, üzgüçülük, korsetdən istifadə etmə və s. müalicələrdən istifadə olunur. Uşaq yaşlarında, yəni hardasa 12 yaşlarına qədər bu əyriliklərin müalicəsi çox asandır, kompleks şəkildə yanaşma ilə. Amma o müəyyən yaşlardan sonra, yəni 12 yaşlardan sonra müalicə bir qədər
çətinləşir. Ona görə də əziz valideynlər, uşaqlarınızda hər hansı onurğa əyriliyi hiss etdikdə vaxtında pediatrınıza müraciət edin, şikayətinizi söyləyin. O sizi ya vertebroloqa ya da travmatoloq ortopedə yönləndirməklə bu məsələni həll edəcəkdir. Çox görkəmli Yapon alimi, həkimi Nishi söyləyir ki, o insan sağlamdır ki, onun onurğası sağlamdır. Ona görə də onurğaya da əyrilik var, nə olsun, kimdəsə var idi, babada var idi, nənədə var idi deyib keçməyin. Yəni, həqiqətən də belədir. Onurğa təkcə bizim qamətimizi düz saxlayan fəqərələr ardıcıllığı deyil. Orada onurğa beyni yerləşir. Oradan onurğa beyni sinirləri çıxır. Bizim hərəki, hissi funksiyalarımız, ətraflarımızda yerişimiz, oturuşumuz, duruşumuz, əllə gördüyümüz bütün işlər onurğaya bağlıdır. Ona görə də, yəni, yenə də orqanizm vahid sistemdir prinsipindən yanaşaraq, yəni, onurğaya ögey münasibət bəsləməyin. Çox geri dönməz və çox ağır nəticələr verə bilər. Ona görə də vaxtında, yəni, əyrilikləri müşahidə etdikdə həkiminizə müraciət edin və tədbirlərinizi alın. Çox ağır hallarda, çox ağır dərəcəli patologiyalarda, əyilmələrdə isə yəni konservativ müalicə effekt vermir və burada cərrahi müalicədən istifadə olunur. Yenə də istənilən halda qərarı vertebroloq və travmatoloq ortoped verəcəkdir. Təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.